Salam, axşamınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdləri. Bugün bildiyiniz kimi OTK-nın say etibarilə 5-ci sınaq imtahanı idi, buraxılış imtahanı fənləri üzrə. Bundan əvvəlki videoda 9-cu sinif buraxılış imtahanına uyğun olaraq Azərbaycan dili bölməsindən həm mətn, həm qrammatika suallarının izahını verdim. İndi isə 8-ci sinif, sinif 8-ci sinifə uyğun olaraq Azərbaycan dilinin izahını verirəm. Həm mətn suallarının, həm də qrammatika suallarının. Siz əgər videonu izləyirsinizsə, kanala abunə olun, şərh yazın, fikirlərinizi mənimlə bölüşün. Sonda isə mən öz fikirlərimi sizinlə bölüşəcəm. Gəlin baxaq birinci suala, görək necədir. Düzünü desəm, 9-cu sinif buraxılışından 8-ci sinif buraxılışının qrammatika suallarını müqayisə eləsək, 8 daha asan ballı düşmüşdü, yəni 9-a nisbətdə. Hər iki fikrin aid olduğu nümunəni müəyyən edin deyir. Vergül işarəsinin qoyulmasında qüsur yoxdur. Yoxdur deyir bizə. Aha. Qüsur yoxdur. Aha. Vergül işarəsini şəxs əvəzliyinin tələbi ilə qoyulub. Çox maraqlı sualdır. Gəlin baxaq, nə deyir bizə burada? Bu mücərrəd fikirdir. Bizə deyir ki, vergül işarəsi şəxs əvəzliyinin tələbi ilə qoyulub. Hər iki fikrə aid olan nümunəni istəyir bizdən. Bu burada nədir? Şəxs əvəzliyi deyil. İkincisindən də bunu çıxmalıyam. Birincisi ona görə çıxmalıyam ki, bu işarə əvəzliyidir. İkincisi ona görə çıxmalıyam ki, mənim burada əvəzlikdən sonra işlənmiş əvəzlikdir və burada ümumiyyətlə vergül işarəsi qoyulmaz. Qalır 3 variant. O şübhəsiz öz işini hamıdan əvvəl görüb bitirəcək. Burada qoyulan bu şübhəsiz biz deyirdik ki, odan sonra əgər modal söz və nida gələrsə, qoyulmuş vergül modal söz və nidaya aid, onun tələbi ilə qoyulmuş vergül hesab olunacaq. Ona görə burada C də səhvdir. Çünki yəni işarə əvəzliyin, şəxs əvəzliyinin tələbi ilə qoyulmayıb, modal sözün tələbi ilə qoyulub burada. O axı bugünkü debatda çox əsaslı fikirlər söylədi. Görürsünüz, odan sonra nə işlənib? Axı ədatı işlənib. Biz də deyirdik ki, əgər odan sonra modal söz və nida gəlmirsə, digər köməkçi nitq hissələri gəlirsə, o zaman vergül qoyulmaz. D-ni də çıxıram, cavab nə qalır? Y variantı. O, insanlarla ünsiyyətdə çətinlik çəkir. Burada vergül işarəsinin qoyulmasında qüsur yoxdur. Vergül işarəsi də şəxs əvəzliyinin tələbi ilə qoyulmuşdur. O, insanlarla ünsiyyətdə çətinlik çəkir. Bir şey də qeyd edeyim ki, əgər odan sonra vergülü götürsəm, o zaman orada işarə əvəzliyi olacaq. Yəni, elə cümlələr ola bilirdi ki, biz orada vergülü götürsək işarə, vergül qoysaq şəxs əvəzliyi mövqeyində işlənən cümlələr var. Yəni, bu da onların sırasına əlavə edilə bilər. Demək, ikinci, yerlik halda olan ismin işləndiyi nümunəni göstərim. Yerlik halda olan bizə hər hansı bir söz demir, isim deyir. Baxaq, cahilin sözü ilə hərəkət etmək bədbəxtliyə düçar olarsan. Cahil burada nədir? Sifətdir. Nə olsun ki, demək, burada yerlik halda işlərim, amma isim deyil, sifətdir. A-nı çıxıram. Sənin ayaqqabıların mənim xoşuma gəlir. Baxın, burada mənim sözündə im şəkilcisi yerlik haldır. Sənin sözündə in şəkilcisi yerlik haldır. Amma heç biri isim deyil, əvəzlikdir. Ona görə də B variantında çıxıram. Aytən, səni gözləyəcək, vaxtında gəl. Baxın, burada yoxdur, çıxıram. Təzyiq yüksələrkən limon suyu içməyi məsləhət görürlər. Limonun suyunu içməyi məsləhət görürlər. Burada bəli, işlənmişdir yerlik halda olan isim. Cavab D variantı. Beşincilərin uğuru hər kəsi sevindirirdi. Beşincilərin sözü saydı, nə olsun ki, qeyri-müəyyən yerlik haldadır. Götürmürəm. Çünki saydı. Bizə istəyir yerlik halda olan isim. 3. Hansı nümunədə zərf işlənməmişdir? İşlənməmiş istəyir bizdən. Baxım Y-dən. Çoxdan səngisə də Vüsal alovu qoymayır sönməyə közümü dağlar. Demək, burada çoxdan var, zaman zərfi var. Ona görə neynirəm? Y variantını çıxıram. Səhər-səhər həzin-həzin meh vurub, otlar sığallanıb tellənir dağlar. Səhər-səhər, həzin-həzin. Nə zaman, necə, nə cür, nə tərzdə? Tərz hərəkət zərfinə zaman zərfi işlənmişdir. Çıxıram. Qonaq elə, gəlim qardaş, qoşa gedək o dağlara. Qoşa gedək, necə, nə cür, nə tərzdə gedək. Tərzi hərəkət zərfi işlənmişdir burada. Çıxıram. Binələri çadır-çadır, çadır-çadır. Çox gəzmişəm özüm dağlar, Səməd Vurğundan dağlar. Çox gəzmişəm, çox burada say yox, zərf mövqeyindədir. Çünki gəzmişəm sözünün, feilin qarşısında gəlmişdir, ona görə. Demək, burada da işlənmişdir. Demək, zərf. Gözüm yolda, könlüm səsdə, deyin necə dözüm dağlar. Burada necə sözü əvəzlikdir. Nə olsun ki, bu zərfi əvəz etmişdir. Yəni, ona görə zərf işlənməmişdir deyirsə, A variantı bizim doğru variantımız olacaq.
Hansı cümlədə şəxssiz növdə olan feil işlənmişdir? Şəxssiz növün şəkilçisini ilk əvvəl yada salırıq. ıl-ını və təsirli təsirsiz olmasına baxırıq. Baxmayaraq ki, bu proqramdan çıxıb, amma mən hər zaman deyirəm ki, feilin qrammatik məna növlərini öyrənməkdə bizə mütləq və mütləq təsirli və təsirsiz feilləri dərk eləmək lazımdır, vacibdir, əsasdır. Qapı qəfildən açıldı. Qapı kimsə tərəfindən açılıb. Təsirsiz, şəxssiz növdə necə olur? Təsirsiz, üstə gəlmək, şəkilçi, bərabərdir, təsirsiz. Ona görə də bax, biz bu modeli axtarmalıyıq. Qapı qəfildən açıldı da kimsə tərəfindən açılıb. Baxıram, aç nəyi? Təsirsiz modelini ödəmədi. Ona görə A variantını çıxıram. Çünki bu məchul növdədir. Çox çalışıb, çalışıb sözü, çal deyil sözün kökü. Çalışıb, nəhayət yükü gətirə bildim. Yükü gətirə bildim. Gətirdə bildim. Gətirdə bildim də, ümumiyyətlə bu şəxssiz növün hanı burada şəkilçisi? Yoxdur, ıl-ınlı yoxdur, heç baxmağa ehtiyac yoxdur. Çöllər, çəmənlər gül çiçəklə bəzənmişdi. Bəzə sözündən bəzənmişdi, amma çölləri, çəmənləri gül çiçəklə bəzəyən olmayıb. Yəni bu öz üzərində icra olunub. Qayıdış. Çıxıram. Sənədlərə baxıldı, lazımi qeydlər aparıldı. Baxıldı. Qeydlər aparıldı. Apar nəyi sualına cavab versə də qeydlərin aparılmağı. Baxıldı sözü burada nədir? Bax, təsirsiz feildir, üstə gəlmək şəkilci, bərabərdir təsirsiz, cavab olur D variantı. Sənədlərə kim tərəfindən baxıldı? Şəxsi düşünmək belə olmur, yəni. Uşaqlar bayırda oynayır, o tərəf-tərəfə qaçışırdılar. Qaç sözündən qaçışırdılar. Qaç nəyi sualına cavab vermədiyi üçün uşaqlar bir yerdə oynayır, məlum növdür, məlum. Qaçışırdılar sözündə isə birgəliklə hesab olunacaq. Demək, 5-ci suala keyfiyyət bildirən sifət çoxaltma dərəcəsindədir. Bizə 2 şey soruşur. Keyfiyyət bildirən sifət olsun, çoxaltma dərəcəsində olsun. Sənin təklifin çox əhəmiyyətlidir. Əhəmiyyətli sözü keyfiyyət bildirir elə. Çox da burada ədatdır, yaradır, qüvvətlendirici ədat yaradır sifətin çoxaltma dərəcəsində. Cavab A variantı. O dəlisov birinin adla öz fikrini müdafiə edirdi. Dəlisov burada nədir? Azaltma dərəcəsidir. Biz bunu çoxaltma kimi götürə bilmərik. Zərzibalı paltarlar göz oxşayırdı. Adi dərəcədədir. Çox adam bu həqiqətdən xəbərsizdir. Xəbərsizdir sözüdür burada. Yəni çox sözü saydı. Birdən çaşarsız elə bilərsiniz. Və yaxud da bu sözü burada təyin mövqeyində işlənsə belə, yəni əvəzlikdir. İşarə əvəzliyi. Xəbərsiz də adi dərəcədədir. Çıxıram, o bizdən çox irəlidədir. Burada çox sözü sizi çaşdıra bilər ki, çoxaltma dərəcəsini yarada bilər, amma irəlidə zərfdir. Ona görə mən Y variantında çıxıram. Təsriflənməyən feilin işlənmədiyi nümunəni müəyyən edim. Təsriflənməyən feillər məstər feili, sifət feili bağlamadır. El atan daş dağdan aşar. Atan, an şəkilçisi var burada. Xalqı üçün yaşamaq, maqmək, keçməkdir. Maqmək məstərdir. Məstər. Qazandığın barı, darı olsun, çuvalın səbət. Qazandığın dığı-dığı şəkilçisi var. Feili sifətdir. Qanan ilə daş daşı, qanmaz ilə ye aşı. Qanan ilə D variantında feili sifətdir. Evdə bişməyib, qonşudan gəlməyib. Bişməyibdir, qonşudan gəlməyibdir formasında. Burada cavab olacaq Y variantı. Nümunə əsasında yanlış fikir istəyir. Araz, araz, can araz, mən sənə qurban araz. Zaman məni yandırdı, sən də alış, yan, araz. Yalnız qrammatik mənası olan söz işlənmişdi. Baxıram, sən də düzgündür. Yəni burada nədir? Burada bağlayıcı mövqeyindədir. Mən bunu qısa şəkildə deyirdim ki, əgər ki təkrarlanma varsa, demək biz bunu bağlayıcı mövqeyində götürürük və bağlayıcı da yalnız qrammatik mənası olan sözdür. Sözün məcazi mənasından istifadə olunub. Zaman məni yandırdı. Bəli. Bir-birlə sinonim olan sözlər işlənib. Baxaq görək. Araz, araz, can mən sənə qurban, zaman mən yox, işlənməyib. Tünd qara ədlə verilmiş sözün amonimliyi var. Yan sözü bəli, feil kimi, bir də var yan böyür mənasında işlənir. Düzdür. Bir-birlə antonim olan sözlər işlənmişdi. Burada bir-birlə antonim olan sözlər işlənməmişdi. Bir dəqiqə. Araz, araz, mən sənə qurbana, zaman məni yandırdı. Sən də alış, yan, araz. Alış, yan. Burada
Alışmaq və yanmaq sözləri, bəli, sinonimdir. Burada bir dəqiqə üzrlə hesab eləyim. Bir-birlə sinonim sözlər işlənmişdir. Bütün qara hərflə verilmiş sözün amonimliyi var dedim. Bir-birlə antonim olan sözlər işlənmişdir. Y variantı, bəli. Burada alışmaq və yanmaq sinonimdir. Elə qeyd edirəm dilimdə. Amma götürərkən variantı səhv işarələyirəm. Demək, cavab olur 7-də Y. Uyğunluğu müəyyən edin. Söz sonundakı cingiltili samitin kar qarşılığı kimi tələffüz olunması dodaqlanan saitin işləndiyi sözdür. Saitlərdən birinin uzun tələffüz olunduğu sözdür. Baxaq. Demək, fənd sözündə əlavə sözünə baxaq. Dodaqlanan saitin işləndiyi sözdür. Yox, saitlərdən birinin əlavə. Bəli, 3-ə yazıram A. Sonra texnologiya. Dodaqlanan saitin işləndiyi sözdür. Texnologiya. Bəli, B-ni yazdım bura. Sonra baxıram, konkret, C-ni burada yazıram. Sonra dodaqlanan saitin yox, C-də olmayacaq. Çünki burada konkret olacaq tələffüzdə. Biz burada tələffüzə baxmalıyıq. Ona görə burada dodaqlanan saitin işləndiyi söz olmayacaq. Ona görə elə C-ni çıxırıq. C olan variantları çıxırıq. Bunu da çıxdıq. Bunu da çıxdıq. Bu qaldı D ilə B variantı. Qərar sözündə dəyişiklik olmayacaq. Y olan variantı da çıxsaq, Y olan variant yoxdur. Baxırıq bir də fənd sözünə. Fənd sözündə fənd formasında olacaq. Bu da D gələcək bura. Demək, 1-ə D, 2-yə B, 3-ə A, cavab D variantı. Keçdik 9-cu suala. İzdiham ondan kənarlaşınca yaralı qartal axsaya-axsaya uzaqlaşır. Həyətin bir bucağına sığınırdı cümləsindəki sözlərlə bağlı doğru fikirləri istəyir bizdən. Təsriflənən feillər indiki zamandadır. Baxıram, uzaqlaşır, təsriflənən feil budur, sığınırdı, bəli, bu düzgündür. İsimlərin hər birinin halı fərqlidir. İzdiham adlı haldadır. Qartal adlı haldadır. Həyətin demək, yiyəlik haldadır. Bucağına yönlük haldadır. Bəli, fərqlidir. Hər birinin yox da, ikisi adlı haldadır. Axı, hər birinin onda yanlış olacaq. Quruluşca mürəkkəb olan söz feildir. Baxıram ki, axsaya-axsaya, necə, nə cür, nə tərzdə mürəkkəb olan budur. Bu da feili bağlamadır. Feili bağlamadırsa, təbii ki, feildir. 3-ü götürürəm. Zaman zərfi quruluşca düzəltmədir. Baxaq zaman zərfinə. İzdiham ondan kənara yaralı qartal axsaya-axsaya uzaqlaşır. Həyətin bir küncə sığınırdı. Burada zaman zərfi hardadır ki? Yoxdur. Mənsubiyyət şəkilcili isim həm də hal şəkilcisi qəbul etmişdi. Həyətin bucağına sözündəki, bax bu bucağına sözü var. Bucaq sözün köküdür. Bucağına formasındadır. Yəni bu. Buradakı I mənsubiyyətdir. Üstə gəlməyi yönlü halın şəkilçisidir. Bizə də dediyi budur elə ki, mənsubiyyət şəkilçili isim həm də hal şəkilçisi qəbul edib. Demək, burada olacaq 1, 3, 5, cavab D variantı. Sayın yazılışında səhv var. Bax, burada Rum rəqəmi ilə 1-ci dairə Əhəmənilər dövlətinin hökmdarı olmuşdu. Bu düzgün cavabdır. Sahə həkimi bir çox xəstələrin evinə gəldi. Bir sıra bir çox sayılarından sonra gələn sözlər cəmdə olmalıdır. Bu da düzgündür. Sonra baxım, tədbir noyabr ayının 5-dədir. 5-dədir formasında olmalıdır. Biz 9-cu otaqda qalırıq, düzgündür. Qələmlərin 3-ünü sinif yoldaşına verdim. Bax, burada düzdür. Cavab C variantıdır təbii ki. Demək, artıq qrammatika suallarını bitirdik. İndi isə keçək mətn suallarına. Siz yenə də ənənəvi olaraq mətnlə tanış olmusunuzsa, sualları birgə mənimlə izləyib yoxlaya bilərsiniz və yaxud da səhvlərinizi, düzlərinizi anlamağa cəhd eləyə bilərsiniz. Yox, əgər ki, mətni oxumamısınızsa, ekranı uzaqlaşdırıram ki, saxlayaraq ekranı, mətnlə tanış olub, daha sonra suallara birgə baxaq. Demək, mətndə Nigar Şıxlinskayadır. Demək, publisistik mətndir, məlumat vericidir. Gəlin baxaq. Mətnin nəticə hissəsi ilə bağlı yanlış fikri müəyyən edin. Yalnız bir abzasdan ibarətdir. Təbii ki, biz bunu demək, düz bucaqlının içərisinə alırıq. Yalnız bir abzasdan ibarət fikri düzgündür. Konkret bir hadisə barədə məlumat verilir. Xeyr, hər hansı bir konkret hadisənin söhbəti getmir burada. Ümumiləşdirilir. Ona görə B yanlışdır. Nigar xanımın fəaliyyətinin qiymətləndirilməsi öz ifadəsini tapır. Bəli, deyir ki, qadının, Azərbaycan qadının gücünü, iradəsini simvolizə edirdi onun fəaliyyəti, həyat yolu. Dəyərləndirirdi, qiymətləndirilirdi. Ümumiləşmiş fikir var, düzdür. Mətndən çıxan əsas fikir ifadə olunur, bəli. Demək, cavab olur B variantı.
Cədvəli tamamlayan fikirləri müəyyən edin. Mətnə əsasən belə nəticəyə gəlmək olar. Gəlin baxaq. Nigar xanımın yaşadığı dövrdə Azərbaycan Çar Rusiyasının tərkibində olub. Burada deyir ki, bir dəfə Çar Rusiyasına gələn fransız general Şıxlinski ilə danışır fransızca. Demək, buradan məlum olur ki, bir düzgündür. Nigar xanım ali təhsil Azərbaycan qadınlarından ilham alıb. Xeyr, Azərbaycanda təhsil alınmış, ali təhsil almış ilk qadındır. Kimdən alacaq ki bu ilhamı? Onun özü təkdir, yəni, yeganədir. Ona görə 2 düzgündür. Yox, bir dəqiqə, 2 yanlışdır. 2 yanlışdırsa 2-ləri çıxırıq elə. Mətnə əsasən ehtimal etmək olar. Nigar xanım daha sonralar Rusiyadan kənara çıxıb. Bir də 4-də deyir ki, Nigar xanım fransız dilini ali təhsil aldığı müəssisədə öyrənib. Bunu deyə bilmərəm, amma bunu deyə bilərəm. Çünki burada deyir ki, Nigar xanım deyir, qadınların azadlıq təhsili uğrunda çalışırdı. Zamanla Rusiyanın tərkibində olan Tiflis şəhərindəki Qafqaz qadınlarının xeyriyyə cəmiyyətinin üzvü idi. Ona görə bunu biz ehtimal eləyə bilərik, bəli. Ona görə cavabı 1-3 götürsək daha düzgündür. Sonra baxaq 13-ə. Hansı fikri, yeni fikri mətnə əsasən təkzib etmək, yəni səhv olduğunu sübut etmək olar. Nigar Şıxlinskiyə Qafqazda qadınların təhsili və sosial hüquqlarının uğrunda mübarizənin öncüllərindən sayılır. Bu düzgündür. Təkzib etmək olmur. Bəhs olunan dövrdə qadınların ictimai siyasi fəallığı artırdı. Bəli, düzgündür. Nigar xanım qadınların maariflənməsi və sosial müdafiəsi ilə bağlı layihələrdə mühüm rol oynayıb. Düzdür. Nigar xanım yaşadığı dövrdə Azərbaycanda artıq milli mətbuat yaranmışdı. Yeni Yol qəzetindən danışırdı. Uşaqlar burada. Yeni Fikir qəzetindən üzr istəyirəm. Qəzetində çalışarkən. Yəni Bakıda nəşr olunurdu özü də. Ona görə deyil də düzdür. Çar Rusiyasında müharibə iştirakçılarının ailə üzvlərinin sosial müdafiəsi layiqincə həyata keçirilirdi. Xeyr, layiqincə həyata keçirilmirdi. Hətta Çar və hökumət nümayəndə müraciət edərək Leyla xanım müharibədə həyatını itirən hərbiçilərin ailə üzvlərinin yardım və təqaüd ayrılmasını tələb edir. Madam ki, əgər yaxşı rəftar olunurdusa onlarla niyə təqaüd verilmirdi, niyə layiqincə qiymətləndirilmirdi? Ona görə Y variantı təkzib edir. 14. Kontekstə görə tünd qara hərflərlə verilmiş ifadələrə aid hansı əvəzləmə uyğun deyil? Heyran qalmaq, valeh olmaq düzdür, çalışqan, zirək düzdür, təqaüd pensiya düzdür, gülümsəyərək, pıqqıldayaraq düzgün deyil. Siz də mətndən axtara bilərsiniz. Təvazökarlıqla, sadəliklə düzgündür. 15. Birinci Dünya müharibəsi dövründə Nigar xanımın həm rəhbər vəzifəni icra etməsi, həm də xəstələrə hospitalda şəxsi qulluq göstərməsi onun hansı fəaliyyətinin göstəricisidir? Burada həm rəhbər vəzifəsini icra etməsi, həm də ictimai şöhrətə can atmaq deyildi. Həm və rəhbər vəzifəni icra etməsi, həm də burada millətsevərlik, vətənpərvərlik var, amma təkcə hospitalda görəv digərləri qərəzsizlik, tələbkarlıq, şöhrətpərəstlik yox. Siyasi idarə liderlik, burada mərhəmət yoxdur. Mərhəmət, məsuliyyət. Məsuliyyət ola bilər. Liderlik də ola bilər. Liderlik bacarığı, rəhbər vəzifəni icra etməsi. D variantı daha uyğundur. 16. Mətnin başlığındakı nöqtələrin yerinə yazmaq olar. Mətnin başlığında nöqtələrin yerinə ailəsi onun elmə, təhsilə olan marağını yox, bunu demir. Burada olanı deyir. Aha, indi baxdım ki, Nigar Şıxlinskiyə nə? Burada Qırmızı Xaç Cəmiyyətinin rəhbəri bunu bəli deyirdi. Burada deyirdi ki, demək, bu neçənci abzas eləyir? Aha, burada. Baxın, Qırmızı Xaç Cəmiyyəti rəhbərlik etsə də, burada rəhbəri olduğu yazırdı. Demək, bu var idi. Aha. Vətənpərvər xanım idi, xeyriyyəçi xanım idi, ilk təhsilli qadın idi, ilk abzaslarda qeyd olmuşdu, amma universitet professoru deyildi. Ona görə B 16-da. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Nigar Şıxlinskinin ailə üzvləri mütərəqqi fikirli varipərvər idilər, bəli. Çünki qardaşı da onu qiymətləndirirdi. Nigar xanımın dil və ədəbiyyat sahəsində mövqeyi milli kimliyini qorunmasına xidmət edirdi. Bəli, çalışırdı ki, Azərbaycanca olsun sözlər. Nigar xanım bir çox sahələrdə fəaliyyət göstərmişdi, düzdür. Nigar xanım qadın azadlığında fəaliyyətini yalnız Azərbaycanda həyata keçirdi. Xeyr, Tiflis də var idi burada. Ki, Tiflis şəhərindəki Qafqaz Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi və orada fəaliyyətini davam elətdirirdi. Yəni üzvü idi də. Yəni bunu biz deyə bilmərik ki, yalnız Azərbaycanda həyata keçirdirdi. Yəni ona görə D variantı. Müharibə illərində xeyriyyəçi təşkilatların, şəxslərin təşəbbüsü ilə sosial yardımlar həyata keçirilir. Bu da düzgündür.
18-də mətndə bəhs olunan dövrün xüsusiyyətlərinə aid edilə bilməz. Xeyriyyəçilik ənənəsi yaşadılırdı, düzdür. Qadınların ictimai fəaliyyəti qadağan deyildi. Qadınların təhsil alması ənənəvi deyildi, bəli. Müharibə insanın həyatına ciddi şəkildə təsir etmişdi, doğrudur. Maarifçinin əlləri güclənməkdəydi, bəli. Qəzetin orada inkişafından söhbət gedirdi elə. Mətndəki nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Və burada deyir ki, bu hissədə, baxın. Deyir, ailəsi onun elmə təhsilə marağını dəyərləndirirdi. Ona görə bu fikir yazılsa daha düzgün olar. 20-də mətnə əsasən doğru fikri müəyyən edin. Qarşısında işarə qoyun. Nigar xanımın fəaliyyət göstərdiyi dövrdə bu milli problem vardı. Azərbaycan dilinin yad təsirlərə məruz qalması, müharibə nəticəsində torpaqların itirilməsi. Söhbət torpağın itirilməsindən getmirdi, ailə üzvlərinin itirilməsindən söhbət gedirdi burada, əgər müharibəyə toxunmuş olsaq. Amma ərəb-fars dillərinin sözlərinin yerinə milli sözlərin işlədilməsini tövsiyə edirdi. Milli ədəbiyyatımızı qorunmağın vacibliyi, Nizami Gəncəvin Azərbaycanlı olduğunu israrla müdafiə edirdi. Demək, birinci fikri yazıb, birinci fikrə bu işarəni qoyub, həmin abzası da köçürməliydiniz, bax bura. Yəni, bax, buradan bura olan abzası, bura köçürməyiniz həmin sualın düzgünlüyünə gətirib çıxardacaq. Əgər elə yazmısınızsa, düzgün yazmısınız. Baxırıq indi, bir mətnimizi bitirdi. İndi keçdik bədii mətnimizə. Yenə də əgər mətnlə tanış deyilsinizsə, ekranı saxlayıb mətnlə tanış olub, daha sonra cavabları mənimlə birgə bölüşün. Boş qayıq mətni idi. Çox gözəl mətni idi həqiqətən də. İnsanı bir sirkələyən mətni idi. 21. Tünd qara hərflərlə verilmiş söz hansı cümlədə mətndəki mənadadır? Burada üzməyi söz idi. Qayıqla üzməyi çox sevirdim. Ondan əlini üzmüşdü. Yox. Bağban qızıl gülləri üzürdü, dərirdi mənasındadır. Düzənliklər yaşıllıq içində üzürdü, yəni bürünmüşdü. Xalq bollluq bərəkət içində üzürdü, firavan yaşayırdı mənasında. Mən gəmi ilə Həştərxana üzdüm. Bəli, cavab Y variantı. Mətn əsasında bunları ehtimal etmək olar. Kimsə qayığı sahilə bağlamağı unutmuşdu, bəli, çünki onun içərisində bir insan yox idi və gəlib bu insanın qayığına dəymişdi. Qayığı idarə edən adam suya dalmışdı, yəni suyun altına girmişdi. Bu da ola bilər. Yəni göldə güclü dalğalar vardı. Yox. Qayığı kimsə məqsədli şəkildə yox. Qayıq boş deyildi, içində kimsə var idi. Yox. Yəni buradan biz bunları çıxanda onsuz da cavab qalır D variantı. Sonra, altından xət çəkilmiş cümlədəki fikirdən bu nəticəni çıxarmaq olar. Bu qayıq da boşdur. Yəni, burada deyir ki, nə o vaxtdan əgər kimsə məni incidirsə, nə isə kobud bir söz deyirdisə və içimdə yenə də qəzəb baş qaldırırsa, öz-özümə deyirdim. Bu qayıq da boşdur. Baxaq indi buradan. Qarşımızdakı günahkar bəzən həyatın təsadüfüdür. Bizə qəzəb gətirən pis insanların niyyətidir. Xeyr, iki qəti şəkildə yanlışdır. Bizi incidən söz və ya davranışın arasında bəzən şuurlu niyyət olmaya bilər. Bu doğrudur həqiqətən də. 3 ümumiyyətlə götürülməyib burada Y variantına çıxıram. Qəzəbli ikən başqalarına yaxşılıq etmək mümkün deyil. 4 yanlışdır. İçi boş insanlarla ünsiyyət qurmaq lazım deyil. Burada, bax, bu qayıqda sonra gözlərimi yumub yenidən diqqətimi içmə yönəldirəm. Burada içi boş insanlarla ünsiyyət qurmaq lazım deyil fikri. Yox, qarşımızdakı günahkar bəzən sadəcə həyatın təsadüfüdür fikri daha düzgündür. Yəni 1 ilə 3 daha düzgündür burada. 23-də B. 24. Çünki əsl cavab oradadır. Öz içimizdə cümləsi mətndə hansı işarənin yerinə daha uyğundur? Bax, bu işarənin yerinə uyğundur, yəni. Ki, sonra gözlərimi yumub yenidən diqqətimi içmə yönəldirdim. Çünki əsl cavab oradadır, öz içimizdə. Ona görə cavab Y variantı. 25. Məzmuna əsasən birinci abzasdakı nöqtələrin yerinə uyğun sözü müəyyən edin. Birinci abzasdakı nöqtələrin yerinə, bax burada söhbət buradan gedir. Tək-tək, yox, tez-tez tək başına gölə çıxar, saatlarla suyun üstündə üzərdim. Necə? Səssizcə üzərdim, bəli. Mətndə belə nəticə çıxarmaq olar. İnsanların bütün reaksiyaları boş mənasız, xeyr. Kimsə səni incidirsə, bunun məqsədli olduğunu düşünməlisən, qəti şəkildə. Daxili sakitlik xarici mühitin tam sakit olması ilə mümkündür. Xeyr, sən özün sakitliyi bərpa eləməlisən. Hadisələri emosional qarşılamamaq özümüzdən asılıdır. Bəli, doğrudur. Hər bir hadisədə günahkarı cəzalandırmaq daxili rahatlığı təmin edir. Xeyr. Bəzən elə olur ki, həqiqətən də boş vermək hər şeyin ən gözəlidir. Mətnin planının düzgün ardıcıllığını müəyyən edin. Dincəlmək və düşünmək ənənəsi birinci abzasda belə idi.
Sonra 4 meditasiya eləyirdim deyir. Sonra 3 sonra gəlir 3 qəfil toqquşma baş verir. Sonra boş qayığın verdiyi dərs. 1 4 3 2 cavab C variantı. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənadadır? Baxaq. Üzərində rəqəm yazılmış sözlərə. Sevindim sözüdür. Gəlin işarələyək bunu başqa rəngdə. Sevindim sözüdür. Balaca sözüdür. Dincəlmək, düşünmək. Pozulub. Aha. 6 varmı? Xeyr, yoxdur. Burada sevinmək həqiqi, balaca həqiqi, dincəlmək həqiqi, düşünmək həqiqi, pozulub, sakitliyin pozulub məcazi. Demək, burada cavab olacaq 5. Ona görə demək, cavab Y variantı. 29. Mətni nəql edən şəxsə aid 2 fərqli xarakteri xüsusiyyət yazın. Gənc qayıqda üzməyi deyir, çox sevirdim. Özümə aid balaca qayığım var idi və tez-tez deyir, tək başına gölə çıxar. Saatlarla suyun üstündə sakitcə üzərim. Bu mənim üçün həm dincəlmək, həm də düşünmək gözəl fürsət idi. Meditasiya ilə məşğul olurdu. Bəli, meditasiya ilə məşğul olurdu. Meditasiya ilə məşğul olurdu. Bax, 2 fərqli xüsusiyyət istəyir bizdən. Aha. Sonra, məsələn, başqa nə yaza bilərik? Yaza bilərik ki, əsəbləşdiyi an içinə yönəlirdi. Nə yönəlirdi? Bir də hadisədən dərs çıxarmağı bacarır. Hadisədən dərs çıxarmağı bacarır. Məsələn, bunu da yaza bilərik. 30-da və sonuncu sualda cədvəli tamamlayan fikirləri yazın. Mətndəki əsas problem nə idi? Qəzəbin idarə olunması. Aha. Qəzəbin idarə olunması. Problemin mətndə təklif edilən həlli yolu nə idi? Burada problemin həlli yolu ancaq içimizə yönəlmək. İçimizə yönəlmək. Əsəbləşməmək, boş problemin həllində təklif edilən yollardan biri də yəni yenə də diqqətini içinə yönəltmək. Yazsaz onsuz da düzgün götürəcəklər. İçimizə yönəlmək, diqqəti içimizə yönəltmək, qarşımızdakı acılamamaq, problemin həlli yolu yəni bundan ibarət idi. Siz videonu izlədinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Əziz 8-ci sinif şagirdləri ki, sizi də unutmadım. Sağ olun, Allah zihin açıqlığı versin.